Hər kəsə salam, mən Dəniz, Hong Kong Universitetinin 1-ci kurs tələbəsiyəm və bugün sizinlə xaricdə təhsil almaq istəyən gənclərin ən çox elədiyi səhvlər haqqında və diqqət edilməli məqamlar haqqında danışmaq istəyirəm. İlk növbədə mənə də gələn ən çox suallar arasında sosial fəaliyyətlər idi. Gəlin bunlardan danışaq. Bir çox uşaq xaricdə təhsil almaq istəyərkən, imtahanlara hazırlaşarkən sadəcə akademik nailiyyətlərə önəm verirlər. Bu, istər IELTS, SAT, TOEFL və yaxud da ola bilsin hər hansı olimpiyada hazırlığı ola bilər. Yəni ki, sırf yalnız imtahanlara fokuslanırlar və sosial fəaliyyətləri göz ardı edirlər. Təəssüf ki, top universitetlərin fikir verdiyi digər bir məqam sosial fəaliyyətlərdir. Yəni ki, sizin imtahan nəticələrinizin yaxşı olması sizin üçün yetərli olmayacaq. Söhbət top universitetlərdən gedir. Mütləq ki, sizin sosial fəaliyyətləriniz olmalıdır, sosial baxımdan aktiv birisi olmalısınız. Və sosial fəaliyyətlərə nələr aiddir? Məsələn, könüllülük fəaliyyətlər ola bilər, professional şəkildə idmanla məşğul olmaq, professional şəkildə ola bilsin hər hansı bir musiqi aləsində ifadə edə bilirsiniz. Və yaxud da ola bilsin sizin hər hansı bir öz klubunuz var, məsələn debat klubu ola bilər. Bunlar hər biri individual olan bir şeylərdir və çalışmayın ki, kimisə, yəni kim necə eləyibsə, siz də mütləq onun kimi eləyəsiniz və kimisə kopyalayasınız. Bu, yəni individual bir şeydir və sizin nəyə marağınız varsa, onunla məşğul olmalısınız. Və dediyim kimi, imtahanlara fokuslanarkən sosial fəaliyyətlərinizi də göz ardı etməməlisiniz. Çünki top universitetlər sosial fəaliyyətlərə həqiqətən də çox dəyər verir, çox önəm verirlər və ola bilsin ki, sizin imtahan nəticələriniz çox mükəmməl olsun, amma əgər sosial baxımdan aktiv birisi deyilsinizsə, heç bir sosial fəaliyyətiniz yoxdursa, bu zaman sizin qəbul olma şansınız təəssüf ki, çox azdır. İndi isə gəlin növbəti edilən səhv haqqında danışaq. Bu, IELTS imtahanına və yaxud da SAT imtahanına B2 C1 səviyyəsi olmadan hazırlaşmağa başlamaqdır. Mən bunu keçən dəfəki videomun yorumlarında da gördüm və məndən də çox soruşanlar olur. Bəziləri məsələn A1, A2, B1 səviyyələridir və artıq istəyirlər ki, IELTS imtahanına hazırlığa başlasınlar və düşünürlər ki, yəni nə qədər tez başlasalar, yəqin ki, o qədər yaxşı olacaq. Təəssüf ki, bu belə deyil. Əgər sizin IELTS imtahanına başlamaq üçün və yaxud da SAT-yə başlamaq üçün lazımi qədər yetərli səviyyədə ingilis dili biliyiniz yoxdursa, yəni A2 səviyyəsi olaraq IELTS imtahanına hazırlaşmağa başlayırsınızsa, bu sizin əksinə daha çox vaxtınızı ala bilər. Çünki, məsələn, A2 səviyyəsində SAT verbala başlamaq mənə görə heç düzgün bir şey deyil. Çünki onsuz da siz orada bir çox şeyi başa düşməyəcəksiniz, sizə bir çox şey çətin gələcək və daha sonra siz özünüzü pis hiss edəcəksiniz ki, mən nəyə görə heç nəyə başa düşmürəm, çox çətindir, yəni ki, özünüzü də pis hiss edəcəksiniz. Və sonda da uğurlu olma şansınız da çox aşağı olur. Ona görə də nə etmək lazımdır? İlk növbədə ingilis dili səviyyənizi artırmalısınız. General English, belə deyək, ümumi ingilis dili səviyyənizi artırmalısınız. Artıq B2 səviyyəsi, minimum B2 olandan sonra IELTS hazırlığına və SAT verbal hazırlığına başlaya bilərsiniz. Yəni ki, tələsməyə ehtiyac yoxdur və tez başlamağın da heç bir mənası yoxdur. Keçək edilən növbəti səhvə. Bir çox uşaqlar universitetlərə müraciətlər zamanı kurslarla müraciət edir, məsələn, və bu zaman uşaqların öz sənədlərindən xəbərləri olmur. Məsələn, heç maraqlanmırlar prosesinə və düşünürlər ki, onsuz da kurs hər şeyi eləyəcək, yəni mənim nəsə eləməyimə ehtiyac yoxdur. Halbuki bu belə olmamalıdır və bu çox böyük bir səhvdir. Siz mütləq öz sənədlərinizin arxasınca özünüz qaçmalısınız və bütün prosesdən xəbəriniz olmalıdır. Əks halda, yəni çox qarışıqlıq olur, sizin müəyyən şeylərdən xəbəriniz olmaya bilər, ola bilsin ki, kurs nəyisə gözdən qaçırmış ola bilər. Yəni ki, mütləq şəkildə bütün prosesi nəzarətdə saxlamaq lazımdır və bütün sənədlərinizi də özünüz yığmağa çalışın, özünüz hər birinə diqqət yetirin. Növbəti məqam isə universitet seçimidir, hansı ki, çox önəmli addımlardan biridir və burada etdiyimiz səhvlərdən biri də odur ki, ixtisasa əsasən yox, ümumi reytinq cədvəlinə əsasən universitet seçirik və demək istədiyim odur ki, ola bilsin ki, siz baxırsınız ki, hər hansı bir universitet top 10-luqdadır, məsələn, və hər hansı bir spesifik universitet çox güclüdür. Amma ola bilsin ki,
siz texniki sahəyə gedirsiniz və həmin universitet humanitar sahələr üzrə daha yaxşıdır və bəlkə də texniki sahələr üzrə, texniki ixtisaslar üzrə ondan da yaxşı universitetlər var. Halbuki siz ümumiyyətlə onlara fikir vermirsiniz. Ona görə də universitet seçimi edərkən və top universitetlərə baxarkən mütləq baxın ki, sizin ixtisasınız üzrə ən yaxşı universitetlər hansılardır. Yəni ümumi reytinq cədvəlinə əsasən, yəni yalnız ona əsasən qərar verməyin. Universitet seçimindən danışmışkən, gəlin ixtisas seçimindən də danışaq. Bəzi şagirdlər sırf müəyyən ixtisaslar hal-hazırda trenddədir deyə və yaxud da belə deyək, ətrafdan, ailədən və dostlardan müəyyən ixtisasların daha yaxşı olduğunu eşidir deyə həmin ixtisasları seçirlər. Halbuki ixtisasa, bəlkə də həmin ixtisasa heç marağı yoxdur, bəlkə də heç ixtisas haqqında çox məlumatı yoxdur və sadəcə olaraq məsələn, hal-hazırda olan ən yaxşı ixtisaslardan biri olduğu üçün həmin ixtisası yazır və daha sonra məsələn, həmin ixtisasdan qəbul alır. Yəni, bu düzgün bir şey deyil. Nəyə görə düzgün bir şey deyil? İlk növbədə siz lap qəbul olsanız belə, daha sonradan əgər sizin bu ixtisasa marağınız yoxdursa, davam edə bilməyəcəksiniz və bütün əziyyətiniz boşa getmiş olacaq. Yəni ki, elə deməyin ki, məsələn, əsas odur ki, top universiteti olsun, istəmədiyim ixtisas olsa da olar. Yəni, qətiyyən bu səhvi eləməyin, çünki belə olsa belə, yəni siz həmin universitetdə təhsilinizi sonradan davam etdirə bilməyəcəksiniz. Çünki sizə çətin gələcək, ola bilsin oxuya bilməyəcəksiniz. Yəni maraq olmayanda əlbəttə ki, sonda alınmır. Ona görə mütləq ixtisas seçimi zamanı yaxşı-yaxşı araşdırın ixtisasınızı və əmin olduqdan sonra ki, tamam, mənim bu ixtisasa marağım var, mən gələcəyimi bu ixtisasda görürəm, ondan sonra həmin ixtisasa müraciət edə bilərsiniz. Növbəti önəmli məqamlardan biri universitetin yerləşdiyi ölkəni və şəhəri araşdırmamaq olur. Ola bilsin ki, universitet çox yaxşı universitet olsun, amma bəlkə də siz həmin ölkədə heç yaşaya bilməyəcəksiniz. Yəni ki, ola bilsin ki, mədəniyyət fərqliliyi çox olsun, sizə uyğun olmayan bir yer olsun. Bunların hər birini gözə almaq lazımdır ki, yəni artıq gedəndən sonra siz orada rahat şəkildə yaşaya biləsiniz və təhsilinizi davam elətdirə biləsiniz. Universitet seçimi zamanı mütləq ölkəyə, şəhərə diqqət yetirin. Oranın, həmin ölkənin mədəniyyəti, ola bilsin yeməkləri, insanları, ümumi tarixi haqqında daha çox məlumat əldə etməyə çalışın. Bir də əlbəttə ki, təhlükəsizlik məsələsinə diqqət yetirin. Yəni, əgər bu sizin üçün əlbəttə ki, önəmli bir məqamdırsa, mütləq baxın ki, təhlükəsiz şəhərdirmi, yoxsa deyilmi? Növbəti məqamlardan biri qeyri-dəqiq maliyyə planıdır. Yəni ki, siz universitetlərə müraciət edərkən öncədən ümumi sizin maddi vəziyyətinizi nəzərə almalısınız və sizə uyğun olan universitetlərə müraciət etməlisiniz. Məsələn, əgər hər hansı bir təqaüd proqramına müraciət edəcəksinizsə, mütləq baxmalısınız ki, həmin təqaüd proqramının siyahısında bu universitet varmı? Və ondan sonra artıq əmin olduqdan sonra ki, tamam, bu universitet həmin təqaüd proqramının siyahısında var. Yəni ki, mənim bu təqaüd proqramına seçilmə şansım var. Ondan sonra həmin universitetə müraciət edə bilərsiniz. Əgər siz təqaüdlə təhsil almaq istəyirsinizsə və yaxud da baxmalısınız ki, universitetin hansı təqaüd imkanları var. Universitetlərdə fərqli-fərqli təqaüdlər ola bilər. Məsələn, merit-based scholarshiplər ola bilər. Bunlar sırf akademik nailiyyətlərlə əlaqədar olan scholarshiplərdir. Və yaxud da need-based scholarshiplər var. Bunlar isə, belə deyək, sırf maddi vəziyyətdən asılı olaraq verilən scholarshiplərdir. Yəni ki, hər bir universitet üçün bunlar fərqli olur və mütləq bu maliyyə məsələsini nəzərə almalısınız və baxmalısınız ki, sizin hansı imkanlarınız var, nələrə müraciət edəcəksiniz və öncədən hər birini planlamalısınız. Deyək ki, hər hansı bir universitetə müraciət edirsiniz və bilirsiniz ki, siz universitetin illik xərclərini özünüz qarşılaya bilməyəcəksiniz. Amma eyni zamanda bu universitet məsələn, dövlət proqramının siyahısında da yoxdur. Hər hansı bir təqaüd proqramının siyahısında da yoxdur. O zaman həmin universitetə müraciət etməyiniz həm əlavə vaxt itkisidir, həm də əlavə müraciət üçün pul ödəyirsiniz, həm də əlavə pul itkisidir. Yəni,
boşuna müraciət etməyə dəyməz. Yəni ki, çoxlu universitetlərə müraciət eləməkdənsə, baxın hansıları qəbul olma şansınız var, hansıları qəbul olsanız sizin getmə şansınız daha yüksəkdir. Yalnız onlara müraciət edin. Və son olaraq danışmaq istədiyim önəmli məqamlardan biri sənədlərin gecikməsidir. Və bura həm istər müraciət prosesi aiddir, istərsə də viza məsələləri aiddir. Siz mütləq şəkildə ilk növbədə baxmalısınız ki, müraciət edəcəyiniz universitetin müraciətləri nə vaxt açılır və nə vaxt bağlanır. Yəni ki, siz hansı aralıqda müraciət edə bilərsiniz. Early application, yəni tez müraciət nə vaxt olur, regular application nə vaxt olur, yəni normal müraciət vaxtı. Yəni ki, hər birinə mütləq diqqət yetirməlisiniz. Baxmalısınız ki, siz nə vaxt müraciət edə bilərsiniz, çox gecikmirsinizmi? Bunları hamısını nəzarətdə saxlamaq lazımdır. Və bununla paralel olaraq baxmalısınız ki, bütün sənədləriniz yerindədirmi? Artıq siz qəbul xəbərinizi alandan sonra vizaya müraciət etməlisiniz. Mütləq şəkildə, yəni viza prosesini qətiyyən gecikdirməyin. Qəbul alan kimi mümkündürsə artıq vizaya müraciətlərə başlayın. Çünki bəzi ölkələr həqiqətən də çox gec verə bilir vizaları və bu halda elə universitetlər var ki, heç gözləmirlər. Elə universitetlər də var ki, təbii ki, gözləyirlər. Hətta onlayn dərslərə qoşulmaq üçün şərait yaradırlar. Lakin, yəni təəssüf ki, bunu heç kimsə garantiləmir və yaxşı olar ki, dərs ili başladığı zaman artıq siz universitetdə olasınız. Yəni ona görə də çalışın ki, vizaya çox gec müraciət etməyin və vaxtında artıq bütün sənədlərinizi hazır edin. Dostlar, mənim bugünlük demək istədiklərim bu qədər. Əgər sizin hər hansı bir başqa suallarınız varsa, sizi maraqlandıran bir məsələlər varsa, o zaman şərhlərdə qeyd edə bilərsiniz. Çalışacağam ki, hər birinizə cavab verim. Burada Instagram səhifəmdir. Instagram səhifəmdən də məni izləyə bilərsiniz. Sağ olun, görüşənədək.